Esselamu Aleyküm ve Rahmetullah. Bizden Hekayelerin aziz izleyicileri. Her biriniz kanalımıza hoş gelmişsiniz. Bugün podcast layihemizin 3. ve en küçük konağı ile karşınızdayız. Bugünkü konağım benim çok sevdiğim, illerce de tanıdığım, güzel, ağıllı hanımla bugün müsahibə götüreceğim. Məhbubə, hoş gelmişsən. Xoş gördük. Necəsən? Yaxşıyam. Necəsiz? Elhamdülillah, mən də yaxşıyam. Birincisi Allah razı olsun. Təklifimi qəbul elədin, gəldin belə. İnşallah indi gözəl bir çəkiliş eləyəcəyik. Məhbubə ilə artıq 3 ildir, səhv eləmirəmsə, tanışıq. Mən bura Qubaya qonaq gələrkən o da elə bir qonaq olduğum ailənin qohumlarındandır. Həm onlara ziyarət eləmişik, həm də o bizə gəlmişdi. Yəni çox gözəl bir ailəsi var, anası var, qardaşı var. Allah hər birindən razı olsun ki, belə gözəl bir qız boya başa çatdırıblar, elhamdülillah. Deməli, bugün biz Məhbubə ilə İslama dair, namaz ibadətinə dair bir şeylər danışacağıq. Dedik ki, bunu niyə kamera qarşısında eləməyək? Onun yaşıqlarına da nümunə olsun deyə. Bir vəsilə olar. Allah bizi xeyirlərə vəsilə eləsin inşallah. Amin. Deməli, Məhbubə, birinci özünü təqdim elə. Sən kimsən, neçə yaşın var, Qubalısanmı, yoxsa? Mənim adım Məhbubədir. 12 yaşım var. Qubalıyım, bəli. Ailədə 4 nəfərik. Qardaşım, mən, anam, atam. Elhamdülillah. Deməli, Məhbubə, belə bir sual vermək istəyirəm ilk öncə. Məsələn, İslam dini ilə, namaz ibadəti ilə necə tanış olmusan? Məsələn, necə bildin ki, belə bir ibadət var, belə bir din var? Birinci anam qılırdı. Anamdan baxdım, gördüm. Sonra qohumlardan. Mənim xalam var idi. Təxminə xala. Onlardan gördüm. Nə gözəl. Bəs bu yolçuluğa sənə gözəl nümunə olan anan olub, təxminə xalan olub. Başqa kimlər deyə bilərsən? Məsələn, bu rayonda gördüyün kimlərsə olub? Rayonda gördüyüm olmayıb, yəni buralarda olmayıb. Amma məsələn sizi görmüşəm. Allah razı olsun. Yəni də Təxminə xalanın anasını görmüşəm. Səmaya xalaya buradan salam olsun. Biz Məhbubə ilə 3 il əvvəl tanış olduğumuzda ilk dəfə məsələn yadıma gəlir ki, çox çəkincən bir qız idi. Belə danışmasan danışmaz. Belə ciddi də mən belə elə insanlara görəndə həmən bir ünsiyyət qurmaq istəyi olur məndə. Hələ də bu yaşa gəlmişəm, hələ də o tipdəyəm. Mən də elə Məhbubəyə elə yaxınlaşdım ki, sən kimsən, necəsən, belə ünsiyyət qurmağa başladım. Sonradan məni sevməyə başladı Məhbubə, elhamdülillah. Sonra birini namaz qıldığımı və s. görür, təxminə xalası ilə birlikdə. Mənə gəldi namazla bağlı suallar verməyə başladı. Mənə Fatihə surəsini yaz, öyrənmək istəyirdi surələri. Mən də yadıma gəlib belə əl yazısı ilə belə bacardığım qədər yazdım, verdim. Belə öyrənməyə həvəskar biri idi, elhamdülillah. İndi isə maşallah artıq namaz qılırsan, elə Məhbubə? Bəli. Öyrənmək çətin olmadı sənə namazı? Yox. Necə öyrəndin? Belə vərəqdən yazdın mı, yoxsa necə? Sənə bir şey mi verdilər, oradan mı oxudun? Verdilər. Elə bir şey Təxminə xala mənə istəmişdim hətta ondan. Bir dənə vərəq verdi. Niyyət, sonra səcdə falan hamısı var idi də, yəni oradan öyrənmişdim. Elhamdülillah, bu gün də məsələn birlikdə Məhbubə ilə namaz qıldıq. Həqiqətən şükründən aciz qaldığım anlardan biri idi. Yəni bu yaşda Allahı tanımaq, ibadət eləmək, namaz qılmaq həqiqətən Məhbubə çox böyük bir nemətdir. Allah bunun qədrini bilə bilməyə daim sənə nəsib eləsin. Həqiqətən sən çox ağıllı qızsan, maşallah, bərəkallah. Sənə namaz ibadətini sevdirən nə oldu? Məsələn, biz niyə namaz qılmırıq səncə? Biz niyə namaz qılmalıyıq? Niyə biz ibadət eləməliyik? Çünki biz Allaha borcluyuq. Yəni Allah bizə istədiklərimizi verib, sevdiklərimizi verib. Biz də ona görə Allaha borcluyuq və buna görə də namaz qılıb ibadət edirik. Elhamdülillah, nə gözəl cavab verdin, maşallah. Daha sonra məsələn bu il Məhbubə mənə artıq hicabla bağlı suallar verməyə başladı. Bayaq oturmuşuq. Mənə dedi ki, məsələn ki, hicab
taxmaq sənə çətin deyil, isti deyil. Heç açmaq istəmədin, saçların belə görünsün istəmədin. Tipli suallar verməyə başladı. Təbii ki, bu çox normaldır, onun yaşında olan bir insan üçün. Mən də dilim döndüyü qədər bir şeylər anlatmağa çalışırım. Ən əsası dostlar, biz istəyir Məhbubənin yaşında balaca dostlarımız olsun. İstərsə də bizim kimi böyüklər olsun. Yəni biz nəyi, niyə etdiyimizi bilsək, məsələn, mən hicab taxıram. Yəni mən bu hicabı niyə taxıram? Allah mənə əmr etdiyi üçün birinci odur. İkinci isə onun hikmətlərini araşdırmağa başlayıram ki, qıraqdan biri mənə müdaxilə edəndə mənim ona bir cavabım olsun. Ən birinci cavab verməklə əlavə mənim qəlbim mutmain olsun ki, mən bunu niyə edirəm? Allahın rızasını qazanmaq üçün. Bu həyatda məni ən çox sevən, ən çox qoruyan kimdir? Allah-u Teala'dır. Onun razılığını, onun rızasını qazanmaq üçün eləyirəmsə, artıq digər insanların dedikləri mənə o qədər də təsir etməyəcək Allahın izni ilə. Və Məhbubəyə də onu dedim ki, sən bunları bilsən, artıq kimsə sənə gəlib desən ki, sən hələ balaca uşaqsan, bu nədir taxırsan? Və yaxud aç başını, nə bilim, böyüyəndə taxarsan və ya nə bilim, evlənəndə taxarsan və s. tipli fikirlər bildirəndə altı dolu cavabların olacaq. Həm sən yorulmayacaqsan, həm də onlar sənə təsir eləməyəcək artıq Allahın izni ilə. Deməli, Məhbubə, hicabı sənə sevdirən nə oldu və niyə məsələn ki, taxmaq istəyirsən? Niyə taxmaq istəyirəm? İnsanlara baxdım, yəni ətrafımdakı insanlara baxdım, qohumlara baxdım. Gördüm ki, hicaba giriblər. Mən də yəni ona qarşı sevgi yarandı. Amma yəni şey eləməliyik, yəni Allaha borclu olduğumuz üçün bayaq demişdim, həm namaz qılmalıyıq, həm hicaba keçməliyik. Yəni bunlar vacibdir. Belə. Elhamdülillah. Məsələn, Məhbubə, Allah deyəndə sənin ilk ağlıva nə gəlir? Ağlıva, qəlbivə? Allah deyəndə mənim ilk ağlıma gəlir məni çox sevən, anamdan, atamdan daha çox istəyən, sevən bir uca bir məqam gəlir ağlıva. Uca bir məqam gəlir. Onu da qeyd edeyim ki, məsələn, hicabda videonun çəkilməyinə Məhbubənin özü istədi. Mən də dedim ki, sənin necə qəlbin rahatdırsan, sən necə rahat olacaqsansa, elə olsun, istəyirsən açıq bir şəkildə, yəni saçların görünəcək şəkildə, belə rahat, necə deyim, çöldə bayırda necə geyinmisənsə, hələ ki, elə çəkiliş eləyə bilərik, belə də, özü də belə qərar qıldıq. Həqiqətən çox gözəl oldu. Bu arada başındakı mənim hicabım nə? Əynindəki də təxminən hicabdır. İkisi də böyük insanların paltarları, amma maşallah çox gözəl göründü. Siz aşağıda onun necə gözəl göründüyünü yazarsınız. Ondan birlikdə oxuyacağıq inşallah şərhlərimizi. Daha sonra Məhbubə, Allah razı olsun, bir daha dəvətimi qəbul edin, gəldin. Son olaraq bir sual vermək istəyirəm. Məsələn, sənin yaşıqların da bəlkə izləyəcək bu videonu. Yaşıqları və ilk öncə, yox belə deyim, həm yaşıqlar var, həm də sən necə deyim, bacı dediyin, xala dediyin insanlara, yəni İslamla, Allahla bağlı nə demək istəyirsən, nə tövsiyə vermək istəyirsən? Belə bir tövsiyə vermək istəyirəm ki, Allahı sevsinlər, namaz qılsınlar, ibadət eləsinlər. İstəsələr hicaba da keçə bilərlər. Belə. Allah razı olsun. Çox təşəkkür edirəm. Səni Allah üçün sevirəm. Sağ ol. Öpürəm. İnşallah bu video xeyirlərə vəsilə olsun. Bunu izləyən izləyicilərdən də paylaşmağı, bəyənməyi, paylaşmağı, fikirlərini şərhlərdə bizlərlə bölüşməyini gözləyirik. Allah'a emanet olun. Esselamu aleyküm ve rahmetullah. Salam. Salam. Ne demek? Salam. Salam. Salam, necəsiniz əziz dostlar? Nə edirsiniz? Salam. Yox da heç Dostlar. Salam dostlar, necəsiniz? Nə edirsiniz? İşiniz Salam dostlar, necəsiniz? Nə edirsiniz? gücünüz. Atar apardım. Nəsə demək istəyirəm bizi izləyən izləyicilərə de. Sonra get Məhbubə ilə. Mən bu mikrofonu alıram dostlar. Bu həmişəlik mənimdir.
Ziya getir bir video çekirik biz burada. Ben önemli niye bir bilmiyorum? videomuz var. Güzel mikrofonu bu arada. Salam. Aleyküm selam. Davay bak böyle geçin. Ay, heyecanlandım. Belki çekmiyor bunu.